Underground'un kökləri 60-cı, 70-ci illərə qədər gedib çıxır. 60-cı, 70-ci illərdə gənclər, hippilər, rockerlər əsas axına qarşı öz musiqi növlərini yaratdılar. Bu kommersiyadan uzaq idi və kommersiyanın qaydalarına tabe deyildi. Daha sonra 70-ci illərin ortasında hip-hop mədəniyyəti, punk mədəniyyəti formalaşdı. Hansı ki, bunlar da mövcud musiqilərə qarşı bir etiraz səsi kimi meydana gəlmişdi. Daha sonra 80-90-cı illərdə rave mədəniyyəti, club mədəniyyəti formalaşmağa başladı. Hansı ki, Detroitdə underground klublar meydana gəlməyə başladı və klub mədəniyyəti formalaşmağa başladı. Çoxları elektron musiqinin subjanrlarını dinləyəndə çıxılırlar, ironiyanla yaxınlaşanlar da olur. Mən deyərdim ki, bu musiqini anlamırlar və ya anlamağa çalışmırlar. Ancaq bu səslərdə, yəni bu underground soundunda, belə necə deyərlər, canlı olan çox şey var. Yəni burada musiqidə olan elementlər daim hərəkətdədir. Bunlar bir qruv təşkil edirlər və bu musiqi çox canlı bir musiqidir. Bakunaxt nədir? Bakunaxt Bakının gecə ruhudur. Hansı ki, bu səsi sevənlər üçün yaradılmış bir platformadır. DJ olmağın, prodüser olmağın, vizual artist olmağın fərq eləmir. Əgər sən də bu səsi sevirsənsə, bu səs səni çəkirsə, bu səsi hiss edirsənsə, artıq bu mədəniyyətin içindəsən. Və biz inanırıq ki, birlikdə bir çox layihələrə imza atacağıq.